Bismillah. هذه العشر قال فيها النبي صلى الله عليه وعلى آله وسلم ما من أيام العمل الصالح فيهن أحب إلى الله من هذه الأيام العشر. Zilhicce ayının ilk 10 günü barəsində Allah elçisi sallallahu aleyhi ve sellem buyurub ki, bu günlərdə edilən salih əməl Allah Taala'ya digər günlərdə edilən əməllərdən daha sevimlidir. Yəni bu günlərdən daha sevimlisi yoxdur. قالوا ولا الجهاد في سبيل الله. Soruşdular ki, hətta cihad, Allah yolunda olan cihad belə? قال ولا الجهاد في سبيل الله إلا. Bəli, hətta Allah yolunda olan cihad belə. Yəni bu günlərdə edilən salih əməl digər günlərdə edilən cihaddan belə daha sevimlidir Allah'a. رجلا خرج بنفسه وماله فلم يرجع من ذلك بشيء. Yalnız o cihad edən istisnadır ki, öz malı və nəfsi ilə cihada çıxır və heç nə ilə qayıtmır. Malı da gedir, nəfsi də gedir. Yəni şəhid olur. وبناء على هذا الحديث الشريف Buna görə də ينبغي لنا أن نجتهد في الأعمال الصالحة في هذه الأيام العشر. Bizə yaraşar ki, bu günlərdə salih əməllərə önəm verək və onu artıraq, ictihad edək. من الصيام والذكر وقراءة القرآن. Oruç tutaq, zikir, Quran oxumaq, وكثرة الصلاة çoxlu namaz, والصدقة çoxlu sədaqə vermək, والإحسان إلى الخلق وغير ذلك. məxluqata yaxşılıq etmək və digər şeylər. وآكد أيامها في الصيام يوم عرفة. Bunların içində oruç tutulması ən təkid olunan gün isə Arafa günüdür. فإن النبي صلى الله عليه وعلى آله وسلم سئل عن صوم يوم عرفة. Belə ki, Allah elçisi Peyğəmbər sallallahu aleyhi və səlləm Arafa günü tutulan oruç barəsində soruşulub. فقال أحتسب على الله أن يكفر السنة التي قبله والسنة التي هذه العشر. Və Allah elçisi sallallahu aleyhi və səlləm xəbər verir ki, həmin gün orucu 2 ilin günahlarına kəffarədir. Bir ötən il, əvvəlki il və sonraki ilə. Velhamdülillahi Rabbil alemin.